Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. 19 dekabr 2025-ci il sizi Mahmudlardan salamlayıram. 2025-ci il artıq sonuna yaxınlaşır. Sayılı günlər qalıb 2026-ya. Mən də Alanyadayam və sizə növbəti gözəl bir mənzili, gözəl bir yaşayış kompleksini təqdim edəcəm. Tam infrastrukturalı, yəni hər şey var burada. Ərazisi böyükdür, yaşayış kompleksi böyük ərazidə inşa olunub və biraz yüksəkdədir. Dənizə hardasa 1 kilometr yarım məsafədədir. Gözəl mənzərə var, gözəl ərazi var. Bura giriş hissədir, şəxsi park yeridir. Bura belə balaca olmağına baxmayın, çünki bu yaşayış kompleksinin 2 mərtəbəli qapalı park yeri var və burada giriş hissədir. Buradan içəri daxil oluruq. Və bu binada gözəl 2 otaqlı 1+1 əşyalı mənzil sizə təqdim edəcəm. Qabaqcadan onu deyim ki, əziz dostlar, bu binada hər qiymətə ev var. Bugün ümumiyyətcə Alanyada hər qiymətə ev var. Kim öz evini neçə istəyir, o qiymətə satır. Bizim bu müştəri də artıq videonun altında qiyməti görürsünüz. Mən həmişə yazıram. Yəni bu qiyməti istəyir. Bəli, bu binada daha ucuz da tapa bilərsiniz. 2 otaq daha baha da var. Yəni həmçinin 3 otaq 150 minə də var, 250 minə də var, hər cürə qiymət var. Ona görə məni düz başa düşün, mən müştəri nə qiymət deyir, o qiyməti yazıram. Və nərdivanlarla enirik aşağıya. Yaşayış kompleksi böyük olduğuna görə video uzun çəkəcək düşünürəm. Tam videonu YouTube'dan izləyə bilərsiniz. Əgər video qısa alınsa, Instagram, Facebook'da baxacaqsınız inşallah. Burada belə bir masa tenisi var. Bu hələ ki giriş hissədir, ərazidir. Binanın içinə də girəcəyik. 2 qat aşağıya da inəcəyik. Qapalı havuz, sauna, hər şey var. Mənzilimiz isə yüksək mərtəbədə gözəl mənzildir. Bina özü çox yaraşıqlıdır. Axşam gözəl işıqlandırma sistemi olur. Bu bu binanı inşa edənlər də Mahmudlarda tanınmış inşaat şirkətidir. Bir neçə dənə binaları var, inşaatları var və s. Bura isə uşaqlar üçün oyun parkı, gözəl futbol, basketbol, voleybol meydançası. Arxanı görürsünüz necə gözəl, dağ mənzərəli. Arxada Gold City Otel, Imperial Otel. Belə meydança yaxşıdır. Həm tenis, həm multikortdur, yəni bütün idman növləri uyğundur. Sadəcə futbol üçün qapılar da olsaydı daha gözəl olardı. Binanın ərazisində belə bir villa var. Bu heç kəsə mane olmur. Buradan göstərim, çox böyük hovuzu var. Qapalı hovuzu da böyükdür. İndi hamısını enib göstərəcəyik. Amma bu binada xüsusi bir şey var, əziz dostlar. O sürprizdir. Baxın, bu böyük havuzdur. Və bu binanın tam çatı qatında, yuxarıda Infinity hovuzu var. Təsəvvür edin. Mən təklif eləyirəm elə indi öncə ora qalxaq, ya da yox, öncə aşağıya enək, aşağıda qapalı infrastruktura ilə tanış olaq. Mənzilə çıxmamışdan qabaq isə qapalı çatı qatda, damda olan hovuzu göstərib, sonra həmişə olduğu kimi ən sonda mənzili göstərəcəm. Baxın əziz dostlar, burada nə boyda böyük ərazi. Bunlar hamısı sizə aiddir. Burada yaşayırsınız, çıxırsınız, məşq edirsiniz. Baxın, alətlər, idmanla məşğul olursunuz, uşaqlar burada oynayır və s. Arxada böyük generator var. Və daxil olaq binanın içinə. Belə yaxınlaşırıq. Şifrəni yazıb daxil olacağıq içəri. Qapı açılır. Və əziz dostlar, içəri də çox gözəldir. Lüks bir yaşayış kompleksidir. 2 dənə lifti var. Və bura lobbidir. Baxın gözəlliyə. Və kameramı yuxarı qaldırıram. Yuxarıdan günəş düşür, günbəz var. Və gözəl bir hovuz var. Bizi izləməyə davam edin. Öncə infrastrukturanı burada göstərib qalxacam. Damda olan Infinity hovuza.
Deməli əziz dostlar, giriş hissədən bir mərtəbə aşağı düşdüm. Liftlə düşmədim gözləməmək üçün. Baxın, səliqəli nərdivanlarla endim aşağıya. Bura artıq istirahət və infrastrukturanın olduğu ərazidir. 2 dənə bilyard masası var. Burada bir kafe var, ora baxaq. Balaca restoranı var. Hər yerdə kondisioner, qapalı havuz, sauna, fitness, hər şey var. Əvvəlcə bura daxil olaq. Baxın, burada belə oturub istirahət eləmək üçün, çalışmaq üçün yerdir. Səliqəli masalar, stullar. Burada bar. Yayda əlbəttə ki, ev sahiblərinin əksəriyyəti gəlir. Burada daha çox insan olur. Orada uşaqların oynaması üçün qapalı oyun yeridir, təmir olunur. Məsələn, Mahmudlarda hər il yaşayış kompleksləri təmir olunur. Yığılan aidatları xərcləyirlər binanın abadlaşmasına. Buradan hovuzun böyüklüyünə baxın. İndi aşağıda enəcəm. Çox böyük bir yaşayış içinmək üçün hovuzu var. Orada mangal zonaları, hamısını göstərəcəm. Hər yerdə oturmaq üçün rahat divanlar qoyulub, səliqəli kreslolar. Və buradan daxil olaq. Görək burada bizi nə gözləyir əziz dostlar. Burada bizim spa bölməsidir. Əşya qoymaq üçün kabinka var. Relaks uzanıb istirahət etmək üçün ərazi VC. Və burada Türk hamamı. Bu gördüyünüz jacuzzidir. Onun indi yerini göstərəcəm. O da təmirə alınıb. Burada dururdu içəridə. Bir neçə gün əvvəl hətta buradaydı. İndi onu da yəqin ki təmir edirlər. Bura Türk hamamıdır. Çalışır. Çox təmiz, gözəl. İstidir içəri. Tez çıxıram buradan. Qarşıda sauna və buxar otaqları var. Bura buxar otağıdır. Hamısı çalışır vəziyyətdədir, çox isti. Və burada da 2 dənə sauna. 1 və 2. Artıq sauna açmağa ehtiyac yoxdur. Burası spa bölməsi. Binanın hər tərəfində onu göstərmək istəyirəm. Bax, belə kamelyalar quraşdırılıb. Binanın hər küncündə kamelyalar var, oturub istirahət etmək üçün. Və əziz dostlar, yavaş-yavaş gəlirəm. Burada fitnessdir, yenə şifrə iləndir. Şifrəni yazıram. Və belə bir fitness var. İçində kliması. İnsanlar məşq edirlər. Lazım olan bütün avadanlıqlar, hər şey var. Böyük hətta monitor quraşdırılıb. Çox səliqəli və keyfiyyətli. Burada isə qapını açırıq və çölə çıxırıq. Sakinlər məşq edirlər, sağlam həyat tərzi keçirirlər. Sol tərəfdə yenə də VC-lərdir. Buradan belə gəldiyimiz zaman önümüzə yenə masa tenisi çıxır. Daha bir lift, hansı ki artıq aşağı mərtəbələrdə çalışır. Yəni 0 girişdən aşağıya 2-3 qat var. Burada qapalı park yeridir. Onu da göstərəcəm. Amma öncə qapalı havuzu yenə də şifrəmizi yazırıq. Və qapı açılır. Önümüzə isti bir yerə daxil oluram. Su da istidir, çox gözəl qapalı hovuzu var. Hər tərəfi də işıqlı, pəncərələr, günəş düşür. Yəni adamın ürəyi darıxmır. Hovuzun da böyükdür, yəni. Bina özü böyük olduğu üçün gözəl böyük hovuzu var. Əziz dostlar, bəli, Mahmudlarda, Alanyada belə gözəl
yaşayış kompleksləri var. Bizim belə komplekslərdən çox videolarımız var. Bu da onlardan biri. Bu arada unutmadan deyim, binanın hardasa 3-4 yaşı olmalıdır səhv eləmirəmsə. Bu da böyle qapalı havuzu da gördük ve yaxınlaşırıq parkinga, qapalı park yerinə. Burada artıq sakinlərin maşınları park edilib və deyə bilərsiniz ki, bu boyda bina üçün belə balaca park yeri yox. Bura 2 mərtəbəlidir. Qarşıdan yer var, oradan da aşağıya enir maşınlar və aşağıda da bir bu qədər yer var, əziz dostlar. Bu da belə. İndi biz də zaten aşağıya düşəcəyik, havuz kənarına. Orada nə var, nə yox baxmağa. Bina deyirəm, üzrsən, video uzun çəkəcək, çünki yaşayış kompleksi böyükdür. Ona görə YouTube'dan tam videonu izləyə bilərsiniz. Və mən də nərdivanlarla enirəm aşağıya. Baxın, lift tam bura qədər gətirir sizi. Bu da yenə ikinci parkingin ikinci aşağı mərtəbəsidir. Baxın, qaranlıqdır, burada böyükdür. İşıqlar yanır. M ilə başlayan nömrələr hamısı yabancılardır, xaricilər Antalyada. Antalya 07'dir. Əgər 07 və M ilə başlayandırsa Antalya, deməli bu maşının sahibi əcnəbidir, xaricidir. Burada da bütün maşınlar M ilə başlayır və burada da girişi var. İndi isə havuz kənarına tərəf gedək. Qapını açırıq. Burada da VC'lər sol tərəfdə. Və bura duşlar. Yəni girdiyiniz zaman öncə duş alıb buyurun hovuza daxil olursunuz. Burada hovuz qaydaları. Bu isə manqal yeridir. Gözəl bir manqal yeri, masalar, hər şey hazır. 4 dənə manqal var. Hamıya yetəcək qədər buyurun istirahət edin. Sizə sunulan, təklif olunan yaşam standartlarıdır bu. Və çox böyük hovuz. Çox böyük hovuz. Nəyə görə gedirəm o tərəfə? Binanı istəyirəm sizə bir də bu tərəfdən görsədim. Axşam doğrudan da bina qırmızı rəngdə işıqlandırma sistemi var. Uzaqdan hər yerdən görsənir. Bina qara, ağ və qırmızı işığı çox gözəl, yaraşıqlıdır. Və bu da bizim binamız. Mənzil bizdə 9-cu mərtəbədədir. Mükəmməl mənzərəsi var. Amma indi biz nə edəcəyik əziz dostlar? İndi biz çıxacağıq yuxarıya və orada Infinity hovuz var, ona baxmağa. Bizi izləməyə davam edin. Bu arada abunəçilərimiz 13 minə yaxınlaşır. Hər kəsə təşəkkür edirəm. İnşallah 13 min olanda ayrı video çəkəcəm. Və əziz dostlar, mən liftdən enirəm. Gəldim 12-ci mərtəbəyə. Bina 12 mərtəbəlidir, amma 12-ci mərtəbədə havuza çıxış var. Buradan gözəl mənzərələr. Yəni yaşayış olan hissə 11 mərtəbəyə qədərdir. Və burada bir daha ikinci liftdə birbaşa gəlir, bura çıxır. Burada yenə də hovuzun çalışma saatları 8-dən 10-a qədər. Hal-hazırda əlbəttə ki su yoxdur. Bir neçə gün əvvəl var idi. Hovuz qaydaları, təlimatlar rus dilində yazılıb. İndi bura daxil olacağıq. Bəli əziz dostlar, daxil olduq. Nərdivanla qalxacağıq yuxarıya. Öncə sağ tərəfə baxaq. Burada nə var? Burada oturmaq üçün terrasadır, stollar qoyulur bura və möhtəşəm dağ mənzərəsi. Bəli, bura Tayland deyil, Bali deyil, bura Mahmudlardır. Baxın, banan ağaçlarının arası dağlar və çox gözəl bir əraziyə çıxacağıq indi. Burada da yuxarıda duş. Və baxın,
bu gözəlliyə nə deyə bilərsiniz? Burada şezlonglar, şəmsiyələr və belə bir hovuz. Bəli, bu hovuz düz yaşayış kompleksinin 12-ci mərtəbəsindədir. Və gözəl şəkillər çəkə bilərsiniz burada. Aşağıda Mahmudlar. Sol tərəfdə biraz ileride Kargıcak. Bura Antik Qaradok, Antik şəhərcik Nauladır. Bura yaşayış kompleksinin gəlmə yol buradadır. Banan ağaçların arası ilə. İndi sizə mənzərəni yaxınlaşdıracağım, baxın. Bütün Alanya'nın gözəlliklərini buradan görmək mümkündür. Əziz dostlar, siz Mahmudlarda ev almışsınız və sizin evinizin çatı qatında, damında belə bir hovuzu var. Təsəvvür edin, çıxırsınız istədiyiniz var, burada uzanırsınız, günəş şüaları üzürsünüz. Yəni nə deyim, bundan gözəl nə ola bilər? Dənizə məsafə 1 kilometr yarım hardasa maksimum. Belə, buranı da göstərdik və keçirik sonda mənzilimizə baxmağa. Mənzilimiz də gözəldir, mənzərəlidir və əşyalıdır. Allah hamıya belə gözəl mənzillər, belə gözəlliklər qismət eləsin inşallah. Əziz dostlar, gəldik mənzilimizin olduğu mərtəbəyə. Baxın necə gözəldir buralar. Bura otel değil, bura yaşayış kompleksidir. Hər mərtəbədə rəsmlər divara həkk olunub və aşağıya baxın. Bizim mənzilimiz bu mərtəbədədir. Hamını salamladım buradan. Belə, indi isə daxil oluruq mənzilə. Mənzilimiz tam təmirli, lüks, əşyalı bir mənzildir. 1+1, 60 kvadrat metr. Sol tərəfdə şkafdır. Burada paltaryuyan maşın. Sağ tərəfdə bizdə sanuzoldur. Burada nə lazımdırsa qoşulub, ağıllı sistem. Yer laminatdır və mənzilin hər yerində yerdən ısıtma var. Və sanuzol bu şəkildə, ventilyasiya sistemi, duş. Belə əziz dostlar, sol tərəfdə məndən salondur. Gəlin biz öncə yataq otağına baxaq. Burada da hər yer laminat, əşyalar, səliqəli, zövqlü. Yəni gir yaşa, burada sizə heç nə lazım deyil. Ekstra nəsə almağa ehtiyac yoxdur. Nə lazımdırsa burada var. Siz sadəcə mənzilin tapusunu alırsınız və gəlib yaşayırsınız. Burada da yerdən isitmə sistemi var. Və salonumuz da genişdir. Maraqlıdır, gözəldir. Dizaynı var qəşəng. Təmiri var. Yeni lüks bina, yeni mənzil, yəni damında havuzu var. Hər şey mükəmməl. 4 nəfərlik masa, Amerikan mətbəx, bütün əşyaları Beko'dandır. Hələ bu mənzilin siz mənzərəsini görün. Burada da şkaf yığılıb. Oturmaq üçün masa filan. Əziz dostlar, burada belə bir mənzərə var. Mən sizə bunu buradan bu başdan başlayıram.
yaxınlaşdırıram. Baxın, gözəl banan sahələri, Toros dağları, Gold City açılan mənzərə və yavaş-yavaş gətirirəm kameramı bu tərəfə. Oturub buradan dənizi seyr eləmək mümkündür. Daha da yaxınlaşdırıram. Baxın. Bu bizim mənzilin mənzərəsidir. Hətta Utopia Otel gözümüzün önündə. Bütün Kargıcak gözümüzün önündədir. Kargıcak rayonu. Bəli, bu mənzil sizin ola bilər. Bu mənzilin tam hüququ, açarları, yetkisi məndədir. Əmlakçı dostlarıma da deyirəm, əlaqə saxlaya bilərsiniz. Ev sahibi zaten məni arayacaq. Çünki açarı məndədir. Biz bu evi almışıq ona və hal-hazırda bu mənzil 110.000 avroya satışdadır, bazarlıq var. Ev sahibinin istədiyi qiymət budur. Kimin üçünsə bu yüksək ola bilər, kimin üçünsə normal ola bilər. Amma bazarlıqla bərabər məncə normal qiymətdir belə bir bina üçün, belə bir mənzərə üçün. Otağı bir də buradan görsədim. Belə hörmətli dostlar, yavaş-yavaş videomu yekunlaşdırıram. 22-23 dəqiqə videomuz alındı. İzlədiyiniz üçün təşəkkürlər. Allah hər kəsə belə gözəl mənzillər qismət eləsin. Sağ olun, var olun.